İri layihələr, strateji obyektlər, hər biri məqsədli və planlı idi. Azərbaycanı inkişaf etdirmək. Bu layihələr müstəqillik illərindən çox qabaqdan başlamışdı. Onlardan da biri Ağstafaçay su anbarı olub. 1971-ci ildə su anbarının açılışında şəxsən özü iştirak edən ulu öndəri mühəndislər belə xatırlayır. Əlini də belə uzatdı. Qazaxlar, bu nemətdir, həyatdır. İndən sonra siz yaxşı günlər görəcəksiniz, yaxşı həyat yaşayacaqsınız. Bunu dedi, aşağı düşdü. Regionun iqtisadi potensialında mühüm rol oynayan əkin sahələrinə su kanallar vasitəsilə Ağstafaçay su anbarından gəlir. Su səthinin düz kənarındayıq. Bax, bu su hesabına Ağstafa və Qazax rayonlarının əhalisinin suvarma suyuna olan ehtiyacları ödənilir. Bundan əlavə, Ağstafaçay su anbarı vasitəsilə Tovuz və Şəmkir rayonlarının suvarma suyu ilə təminatı da yaxşılaşdırılır. Onu da qeyd edim ki, hazırda Ağstafaçay su anbarında suyun həcmi 95 milyon kub metr təşkil edir. Ağstafa su anbarı 55 ildir ki, bölgədə kənd təsərrüfatının inkişafında mühüm rol oynayır. Bir aya yaxın suvarma mövzusuna başlanılmışdır. Bu müddət ərzində 13 milyon kub metr su anbarından rayonlara su verilmişdir. Bunun 3 milyon kub metr Qazax rayonuna, 8 milyon kub metri Ağstafa rayonuna, 3 milyon kub metr isə Tovuz rayonunun payına düşmüşdür. Hal-hazırda suvarma mövsümü davam edir. Bunun üçün həm su anbarı, həm də kanallar suvarma mövsümünə hazırlanıb. Təmir və bərpa işləri görülüb. Rayonda su itkisinin qarşısının alınması və eləcə də suvarma suyunun əkin biçinlə məşğul olan təsərrüfat sahiblərinə vaxtında və itkisiz çatdırılması üçün sağ sahil magistral kanalın deformasiya uğramış hissələri təmir edilərək bax bu cürə beton üzlüklə üzlənib. Beləliklə, hələ illər öncə düşünülən və reallaşdırılan layihə bugün də Qazax, Ağstafa, Tovuz və Şəmkir rayonlarının suvarma suyundan təminatında mühüm rol oynayır. Alməmməd Nəbiyev, Elmar Qasımov, Rauf Məmmədov, ASTV Xəbər.